Mən əslində sizin yerinizdə olsaydım, mənə ünvanladığınız sualları televiziya və radio kanallarının rəhbərlərinə verərdim. Mənim üçün də çox maraqlıdır, görəsən nə cavab verəcəklər. Onlar çünki onların izni ilə, onların icazəsi ilə o əsərlər, dırnaq içindəki o əsərlər efirə gedir. Mədəniyyət səviyyələri döşəmədən aşağı səviyyədə olan insanlar ekrana, efirə çıxırlar və tamaşaçılara ağıl verirlər. Mənə də maraqlı olardı görən onlar nə cavab verəcəklər. Təbliğ olunan, xüsusilə də musiqi sahəsində təbliğ olunan əsərlər də özlərini sənətkar adlananlar da acınacaqlı səviyyədədir. Adamın yazığı gəlir onlara. Əslində onların günahı yoxdur. Çünki onlara heç vaxt heç kəs deməyib ki, siz hələ bir çox şey öyrənməlisiniz efirə çıxmaq üçün. Deyən olmayıb. Əksinə bəyəniblər və deyiblər ki, gəl efirə. Onlar da elə biliblər ki, yaxşıdırlar. Səbəbi çox sadədir də, dediyim kimi. Kanallar icazə verməsələr, izin verməsələr onlara, nə izin, dəvət eləməsələr, onlar təbii ki, efir üzü görməz. Niyə dəvət edirlər? Bunun bir neçə səbəbi var. Əvvəla, kanal rəhbərlərinin və yaxud redaksiyanın, departamentlərin rəhbərlərinin, işçilərinin özlərinin zövqləri şübhəlidir mənim üçün. Və ikincisi də başqa səbəblər də var. Yəni kanallar para qazanmaq üçün reyting toplamalıdır ki, reklam gəlsin, o reklamdan pul alsınlar, maaşlar ödənsin. Mənə ən azından elə deyirlər. Mən ünsiyyət eləyəndə, söhbət eləyəndə, soruşanda elə deyirlər ki, insanların maaşını ödəmək üçün pul qazanmalıyıq. Kimsə bizə büdcə vermir. O pulları da biz reklamdan qazanırıq. Reklam da bizə gəlməsi üçün reyting olması lazımdır. Reytingdə olması üçün belə verilişlər lazımdır və s. və s. Bu cür belə sistem bizə deyirlər. Bilmirəm, bəlkə pul, para baxımından doğru deyirlər, amma verilişə baxan, radionu dinləyən insanlar heç birisi nə pulu, nə paranı, nə onların işçilərinin maaşını düşünmür. Onlar dinləyir və bəyənmir. Bu vəziyyətdən necə çıxmaq olar? Mən onu dəqiq deyə bilmərəm, çünki bu inzibati məsələdir. Amma efirə gedən əsərlərin də, verilişlərin də, ifaçıların da, aparıcıların da təbii ki, səviyyəsi yəni acınacaqlıdır, ağlamalıdır hətta. Adamın ət tökən şeylər danışırlar orada. O saat öz səviyyələrini göstərirlər. Daha doğrusu səviyyəsizliklərini. Yəqin ki, cərrah bıçağı ilə nəyisə kəsmək lazımdır. Ağrıyacaq, qan axacaq, amma bunun ayrı yolu yoxdur. Yəni, sərt tədbirlər görülməlidir. Mən elə hesab edirəm. Baxmayaraq ki, ölkəmiz demokratik ölkədir. Amma xalqın mədəniyyəti naminə, gələcək nəsillərin estetik zövqünün korlanmaması naminə bəlkə bu addımları atmaq lazımdır. Mən belə görürəm. Hansı addımlar, o artıq texniki məsələlərdir. Məncə, o başqa yazının, başqa materialın mövzusu ola bilər.